Bismillahi, elhamdülillahi ve salatu ve selamu ala Resulillah. Son zamanlar sürətle yayılmış bir məsələni xatırlatmaq istəyirəm. Allah'tan dilərəm ki, Allah subhanahu teala xatırlatmaq istədiyim bu məsələni həm özüm üçün, həm də dinləyənlər üçün faydalı etsin. Ümumiyyətlə, Allah subhanahu teala xatırlatma mövzusunda, xüsusunda buyurur ki, وَذَكِّرْ فَاِنَّ ذِكْرَى تَنْفَعُ الْمُؤْمِنِينَ. Sən xatırlat, çünki xatırlatmaq möminlərə fayda verir. Allah Teala'dan dilərəm ki, Allah Teala faydalı etsin. Özümü də, sizlər də, bütün bu dərs eşidənlər də ixlaslı etsin. Sözlərimizdə və əməllərimizdə. Hansı ki, bütün məsələlərin başında gələn bu bir ibadətdir ki, o da ixlaslı olmaq. Son zamanlar, barakallahu fikum, dərsin önündə dediyim kimi, yayılıb ki, bəzən görürük ki, biz qardaşların statuslarında, telefonlarında və s. Bəzi çıxışlar, hansı ki, onlar emosional çıxışlardır. Belə danışıqlar insanların hisslərindən oynayan. Sonra bəzən görürük ki, naşidlər statuslarda. Sonra bəzən görürük ki, əməl başlı musiqi sədası altında, Allah korusun, sədalar altında statuslar və s. bu kimi şikayətlər gəlir, Allah korusun. Ümumiyyətlə, bu şeylərə fikir vermək lazım, həqiqət. Bizim dinimiz, yəni təəccüblüsü arasıdır, əksər müsəlmanlara da bu şey xoş gəlir. Belə deyək də, bu şeyləri dəstəkləyirlər. Allah rəhmət edən qullar istisnadır. Bizim dinimiz emosiya dini deyil də. Bizim dinimiz kitab və sünnə dinidir. Ola bilsin ki, kimsə yaxşı söhbət eləyə bilər, yaxşı danışa bilər, emosional danışa bilər, insanların hisslərindən oynayan, duyğulandıran və s. Lakin bizdə mizan bu olmalı deyil. Bizdə mizan nə olmalıdır? Kitab və sünnə. Kitab olmalıdır, Allahın kitabı, bir də Peyğəmbərin sallallahu aleyhi ve sellemin sünnəsi olmalıdır. Amma yoxsa ki, bu insanın danışığı daha yaxşıdır, bu insan mənim daha xoşuma gəlir. Soruşulsaq ki, və yaxud soruşsaq ki, nəyinə görə qulaq asırsan, nəyə görə xoşuna gəlir? İnanın ki, Allah da şahiddir, bir dənə cavab verə bilməyəcəklər. Yəni, o cavab verəcəklər. Onların cavabları kitab sünnə üzərində olmayacaq. Elə deyilmi? Ancaq nəfislər. Əksər insanlar bu cürnədir, elə deyilmi? Allah korusun. Əksər insanların halıdır. Bu məsələlər hara qayıdır, bilirsiniz? Bu məsələlər ona qayıdır ki, insanlar əqidəni bilmirlər. Muhammedin sallallahu aleyhi ve sellemin mənhəcini gətirdiyi o şəriət, mübarək şəriət, üzərində nur olan o şəriəti, o mənhəci yaxşı bilmirlər, həqiqət. Heç nə olmaz, kim olur olsun danışsın da, nə olacaq, pis danışmır ki. Bu dindir, qardaş. Bu dindir. Subhanallah. Biz həmişə dəstədə deyirik, daha doğrusu tələbələr də Allah onları qorusun, danışırlar. Bir ev almaq istəyəndə, maşın almaq istəyəndə, telefon almaq istəyəndə ən yaxşısını seçir, elə deyilmi? Dini məsələlərə gələndə bu məsələlərə fikir vermirik, əhəmiyyət vermirik. Bu məsələlər üçün qorxmaq lazım. Allah qorusun. Bu bir dəfə olur, iki dəfə olur, üç dəfə olur. Qəlb var ya, o qəlb. O qəlb dəyişkəndir. Qəlb sözü ona görə qəlb andırıb ki, qaləbə, ya qaləbu. Dəyişəndir, çevriləndir. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem nə buyurur? Ya muqallibəl qulub. Ey qəlbləri çevirən Allah. Deməli, qəlb çevrilir, deyil mi? Başqa bir hədisdə buyurur ki, qəlblər Rahmanın barmaqları arasındadır. Allah bizim qəlblərimizi sabit eləsin. İnsan günah eləyir, şübhələri qəlbinə salır. Sonra nədir? Haqqı batildən, batili haqdan ayırt edilə bilmir. Ağla qara ayırt edilə bilmir, subhanallah. Allah korusun. İbn-i Qayyim rahimehullah deyir ki, Şeyxülislam İbn-i Teymiyyə, baxın bu dahi insanlara, deyir ki, Şeyxülislam İbn-i Teymiyyə mənə demişdi ki, nə badə qəlbini masalqa kimi eləmə deyirmişdi. Nə badə qəlbini masalqa kimi eləmə. Nə deməkdir masalqa? Mazalqa özü-özdən hər şey götürür də. Zirzibil, əzəlləkumullah. Demişdi ki, qəlbini güzgü kimi elə, ayna kimi. Niyə görə? Aynanın üstünə su töküləndə su qalmır. Su tökürsən gözün üstünə, dağlar gedir də. Demiş, qəlbin buzun elə. Subhanallah, baxın. Söhbət getmir ki, o nəsiyyət ondan olunub. Söhbət ondan gedir ki, bu nəsiyyətə əməl edirdim yoxsa yox. Deyir ki, mücərrəd olaraq istənilən şübhə deyir, gəlirdi mənə deyir. Gecəni yatmırdım deyir, Allahu Akbar. Gecəni yatmırdım deyir. Şeyxim
Şeyxülislamla görüşürdüm. Bu şüphəni deyir, ona ərz edirdim. Bu şüphenin deyir, mənə deyir, nədir, ilacını başa salırdı, sonra yatırdım. Sual, niyə görə yatmırdı sizə? Deyir, qorxurdum ki, yataram deyir, bu şüpheyle deyir. Qəlbimə deyir, hopar deyir, o şüphe deyir. Allahu Akbar. Qəlbimə hopar deyir, sonra bu qəlbi necə düzəldəcəm mən? Subhanallah. Naşidlərə qulaq asmaq nə deməkdir, qardaş? Naşidlərin içərisində vallahi musiqi var. Vallahi musiqi var naşidlərin içərisində. Musiqi sədaları altında status qoymaq nə demək? Bu nə demək, subhanallah? Bu haçanla çıxdı, bu haçanla din oldu. Bunlar din ola bilməz, qardaş. Naşidlər, sual, naşid var mı İslamda? Var. Amma nə cür? Sizə bir məsələni deyəcəm. Bəlkə də birinci dəvədə işləyəcəksiniz. Ali ibn Abi Talib radiyallahu anhu buyurur ki, deyir, bizlərdən deyir birimiz, daha doğrusu deyir, bizlər deyir, döyüşə, Allah yoluna döyüşə çıxanda, cihada çıxanda, gənc uşaqları deyir, toparlayırdıq. Kim deyir bunu? Ali radiyallahu anh, sahabə radiyallahu anh, Peyğəmbərin sallallahu aleyhi ve sellem əmsi oğlu, kürəkəni. Raşidi xəlifələrdən idi, radiyallahu anh. İslam dinini ən gözəl başa düşənlərdən idi. Ən böyük alimlərdən idi. O bilmirdi, naşidlə Quran nədir, subhanallah. Deyir ki, biz gənclər yığırdıq, deyir, gənc oğlanlar. Yaşlarına fikir verirdik, baxırdıq. 12-13 yaşda uşaqlar götürmürdük. Qulaq asın. Bu gənclər niyə görə yığırdı? Deyir ki, qoşunun önündə onlar gedəcəkdilər, naşidlər oxuyacaqdılar, naşidlər deyəcəkdilər, qoşunu şüzadləndirmək üçün, düşmən tərəfi qorxuzmaq üçün. Baxın. Deyir ki, 12-13 yaşında uşaqlar götürmürdük, deyir. Niyə görə, ya əmir əl-müminin, radiyallahu anh, niyə görə ey möminlərin əmir, niyə görə götürmürdünüz? Siz deməyin, deyirdi ki, o uşaqların, 12-13 yaşında olan uşaqların səsləri deyir, hələ də deyir, incədir, qız səslərini oxşar deyə. Hə, qız səslərini oxşar deyə. İncəlik var deyir. İstəmirik. İstəyir səs, kişi səsi gəlsin deyir. Hə, 15-16 yaşında uşaqlar səsirdik. İndi sual, bugünkü naşidlər hansını oxşuyur? Billah aleykum. Amma insafla. Billah aleykum. Allah'a and verəm, kim ona qulaq asırsa, insafla cavab. Allah səni görür qəlbində olanı. Nə badə burada nəfsinə uyub demə ki, 12-13 yaşında olanda kim. Elə desən, bil ki, özünə zülm edirsin. Bana səndən cavab istəmirəm. Bu dərsi eşidəndə. Allah'a and verəm, hansından səndə olan hansındandır? Sən 15-16 yaşında olan seçərsən, onda 15-16 yaşında olan seçərsənsə, buna naşidlərdir, yaxşı. Bunlar adamı yerindən tərbədir, qardaş. Bu din ola bilərmi? Allahu Akbar. Ələ bi zikrilləhi tatmainil qulub. Allah deyir ki, qəlblər deyir, Allahı zikr etməklə mutmain olur. Qəlblər Allahı zikr etməklə mutmain olur. Sən Quranla naşidə ikisini bir araya gətirmirsən, Qurana da qulaq asında, naşidə də qulaq asında belə olursa, cavablarını özün ver, qardaş. Amma insaflı cavablar vermək lazım. Burada insafa ehtiyac var. Sən naşidə də qulaq asında, Qurana da qulaq asında eyni xoşunu, eyni təqvanı tapırsansa, qəlbində problem var. Subhanallah, Quranla naşid eynidirmi? Mən demirəm, naşid yoxdur. Bura qaydaq mövzumuza. Naşid var. Hansı naşidlərdən? Şəriətdə olan naşidlərdən. Onlar da şeir kimi olanlardandır. Naşid şeir deməkdir əslində. Şeirlər də. Yoxsa musiqi kimi orada bir dənə şey çatmır. O nə deyirlər? Alətlərin adlarını deyir. Allah nəsib eləməsin, bilmək də istəmirəm. O alətlər çatışmır bir də orada. Bu əməli başlı musiqi deyil, qardaş. Amma onlar nə edirdilər? Gənc oğlanlar seçmirdilər, seçirdilər. Yaşları 15-16. Qoy deyirlər ki, səsləri artıq kişiləşsin deyir. Qalın səs gəlsin, subhanallah. Fikir versiniz. Naşid var. Naşid hansı naşiddir? Şeirlərlə. Musiqi ilə yox, şeirlərlə. Söz yerində şeir deyəndə nətər olur? Bizdə şeir deyəndə, bizdə Azərbaycanda şeirlər deyəndə adam ağlına gəlir. Şairlik də, məsələn, oğul sözlərimə yaxşı qulaq as. Atanın nəsiyyəti faydasız olmaz. Nizami Gəncəvi şeir, düzdür? Biz bunu necə oxuyuruq? Şeir oxuyanı nətər oxuyurlar? Musiqi kimi. Həmin o şeirlər ərəb dilində də var da. Həmin bu şeirlər ərəb dilində də var. Özdə 100.000 qatmından çox. Ümid edirəm ki, fikrimi çatdıra bilirəm. Qaldı ki, bu emosional danışıqlara, bu da din deyil. Bu din deyil. Din kitabdır, sünnət. Sahabələrdən biri radiyallahu anhu, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Nur surəsində olan ayətləri təfsir edəndə, izah edəndə onlardan biri deyir ki, mən deyir, yoldaşımın deyir, yanında, özür istəyirəm, başqa kişini görsəm deyir, boynunu deyir, qılıncla vuraram deyir. Bu neyinir orada? Yaxşı söhbət edir də, düzdür? Bu qeyrətindən, namusundan, İslam qeyrətindən, kişilik qeyrətindən bu sözləri dilinə gətirir. O birisi sahabələr, radiyallahu anhum,
Biraz onu qınıyırlar ki, sən Peyğəmbər sallallahu aleyhi ve sellemin sözünün qarşısında sanki belə söz qoymuş kimi olursun. Sallallahu aleyhi ve sellem. Peyğəmbər sallallahu aleyhi ve sellem bunu eşidəndə deyir ki, qardaşınızı deyir, qınamayın deyir. Qardaşınızın deyir, bu sözünə təəccüblənməyin deyir. Baxın, mərhələlərə fikir verin. Deyir ki, qardaşınız deyir, qeyrətlidir. Bunu qeyrətindən dolayı deyir də. Deyir ki, mən deyir, ondan da qeyrətliyəm. Sallallahu aleyhi ve sellem. Deyir ki, Allah da məndən qeyrətlidir. Allah deyir, bu işin bu cür olmasını istəyir deyir. Nə cür nə? Şahidlər gətirilməsi. 4 şahidin gətirilməsi. Bilirsiniz orada olan mərhələlərdə. Deməli, burada bu emosiya keçərli olmadı. Keçərli oldu yoxsa yox? Keçərli deyil. Bizim dinimiz, yəni emosiya din deyil. Subhanallah, insanlar maraqlıdır, Allah bizləri sabit eləsin. Niyə görə bu cürünə olmayan şeylərə yəni daha çox meyl edirlər, amma kitaba, sünnətə az meyl edirlər. Hətta bu nəyə oxşuyur? Bir dəfə yadıma gəlir. Biz olan yerdə bir nəfər gəlmişdi, ora dərs verəcəkdi, mühadara. Həmin bu dərs verən adam da biraz emosional danışan adam idi. Tam belə deyək də, türklər demişkən, 4'də 4 sələfi birisi deyildi. Məsciddə iğnə atsan yerə düşməzdi. Belə bir misal deyirlərdi, elə deyil mi? İğnə atsan nədir? Yerə düşməzdi. Bizim şeyxlərdən biri, Həfizəhullah, Şeyx Əhməd Əz-Zu'bi bizə deyirdi ki, görəsiz, Şeyx Salih Əl-Fəvzan da gəlsə deyir, bu məscid bu cür olacaqdı deyir. Fikrimi çatdıra bilirəm. Görəsiz, Şeyx Salih Əl-Fəvzan da gəlsə də bu məscid bu cür dolu olacaqdı. Cavab olaraq xeyr. İnsanlar nə axtarırlar? Əksər insan, emosiya. Bu din deyil. Din nədir? Qalə Allah, qalə Rasulullah sallallahu aleyhi ve sellem. Allah dedi, Rasulullah dedi sallallahu aleyhi ve sellem. Yəni bu cürünə Quranda, həyatımızı bu cürünə Quranda nə xoş bizim halımıza. Bu cürünə olmayanda Allah qorusun, o bayaq dediyim o şübhələr var. Yavaş-yavaş bizi sələf mənhəcindən uzaqlaşdıracaq. Bu cürünə olmayanda biz insanlar nə edəcəyik? Özümüzü qınamayacaq. Eyibləri özümüzdə axtarmayacaq. Vallahi bu mərhələlər hamısı sonra aparır. İnsan bir müddət keçir. Axı onda mənhəc doğru formalaşmayıb bax. Formalaşmayıb doğru şəkildə nə edir? Haramlar halallaşır, halallar haramlaşır, Allah qorusun. Və bundan da sonra nə olur? Bundan da sonra fəsadlar olur. Sonra insanın özünü qınamamağı. Bu da ən böyük xəstəliklərdəndir. Deyərdim ki, yəni sırf sələfin mənhəcindən başqa, sələf deyəndə, yəni Muhammedin sallallahu aleyhi ve sellem davamçılarından başqa, Peyğəmbərə sallallahu aleyhi ve sellemə tabi olanlardan başqa. Düz indi bu günlər sələf deyildikdə başqa cür adlarla adlandırırlar. Sələf o deməkdir ki, yəni keçmiş nəsil. Peyğəmbərə tabi olanlar sallallahu aleyhi ve sellem. Bütün məsələlərdə Peyğəmbərə sallallahu aleyhi ve sellemə tabi olanlar istisna, heç bir firqədə özünü qınamaq yoxdur. Var yoxsa yox? Siz görmüşsünüz kimsə desin ki, bu olanlar bizim günahlarımızdandır. Görmüşsünüz elə adam kimsə hansı firqə? Heç kim deməyəcək bunu. Fardan və cəməən, yəni tək olaraq da cəmd olaraq. Heç kim deməyəcək ki, bu olanlar bizim etdiyimiz günahların ucbatındandır. Bir dənə Allahın Nəbisi sallallahu aleyhi ve sellemin sünnəsi gedən insanlar istisnadır. Amma kitaba, sünnətə baxanda, bayaq dediyim kimi, kitab sünnətlə gedəndə insan özünü tanıyır. İnsan özünü tanıyır ki, subhanallah, bu günahlar mənim özümə görədir. Zaharal fəsadu fil bərri vəl bəhr bimə kəsəbət əydin nəs. Bu ayətə fikir verin. Allah subhanət deyir ki, quruda və suda deyib, pozuntu baş verdi. Bimə kəsəbət əydin nəs. Bunu Allah deyib. Xoşumuza gəlsə də, gəlməsə də. İnsanların əlləri ilə qazandıqları günahlara görə. La ilahe illallah. Ümmü Sələmə radiyallahu anhə başı ağrıyanda əlini başına qoyurdu. Deyirdi ki, subhanallah, ayəti oxuyurdu. Deyirdi, mühəm deyir, günahlarından deyir, başım ağrısın. Fikir verirsiniz, sələfilər. O nəsildən başqa heç kim eləmir. Ta qiyamətə kimi eləyənlər olacaq, onlar da kimlər olacaq? Muhammedə tabi olanlar, sallallahu aleyhi ve sellem. İstənilən məsələ. Fəmən vəcədə xayran. Bu Allahın sözüdür. Qudsi ilah hədisi. Kim xeyir taparsa, fəliyəhmədillah. Allah həmd eləsin. Və mən vəcədə qayrə zəlikə fələ yəlumənnə illə nəfsə. Kim də bundan başqasını taparsa, öz nəfsindən başqa ismi qınamasın. Yəni, insan bu cürün olanda mənhəci anlamış olur. Uzaq düşür, nədir? Günahlardan, bidətlərdən. Çalışır ki, bütün həyatını Quran sünnə üzərində qursun. Quran sünnə üzərində həyatını qurmuş sizcə. Naşidlərə qulaq salın. Görünür ki, o adamlar, siz deməyin Quran sünnə üzərində, onun düsturu Quran sünnə deyilmiş. Bəs yaxşı, sənin düsturu nədir?
Hansı düsturla sən həyatını qurmusan? Görünür ki, səndə problemlər var, qardaş. Özün deməsən də halın bunu göstərir. Halın bunu göstərir ki, sən naşidə qulaq asırsan, sən başqa şeylərə baxırsan, Allah qorusun. Sən yeri gələndə elə oyunlar var ki, onları halallaşdırırsan özün üçün, Allah qorusun. Yəni, adlarını çəkmək istəmirəm, bilənlər bilirlər. Bu məsələlərə ciddi şəkildə nədir? Fikir vermək lazım. Allah'tan dilərim Allah Teala eşitdiklərimizi bizim üçün faydalı etsin. Allah hamımızı bağışlasın. Barakallahu fikum. Subhanakallahumma ve bihamdike eşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.